Videoda mövzumuz 10-cu sinif ingilis dili böyük summativ qiymətləndirmə nümunəsi 1. Cheer up, şənləndirmək sözünün mənasını istəyir. Nə isə davam etdirmək, xeyr. Daha az kədərli olmaq. Əksinə yazmalıydılar, məsələn, to become happy falan. Nə isə, a very sad feeling, çox qəmgin bir his, üzgün bir duyğu, xeyr. Nə isə düz olduğunu demək, xeyr. Defend or support somebody or something. Kimisə müdafiə eləmək, dəstəkləmək, xeyr. Çuzuqruq, immense sözünün mənasını istəyir, böyük deməkdir. Extremely large or great. Artificial sözünün mənası, antonimini istəyir. Natural. Artificial süni deməkdir. Natural, təbii. Concern, deməli, narahat olmaq deməkdir. I am concerned about falan şey. Worry, narahat olmaq. Mürəkkəb isimlər istəyir. Compound. Yes. Disappointment, düzəltmədir. Illustration, düzəltmədir. Homesick, lit up. Mürəkkəb isim, deməli, homesick sifətdir, lit up, light up sözünün keçmişdir, feildir, extinction, düzəltmədirlər, mürəkkəbdir bir dənə bu sadədir, sadədir, surface, sadədir, washing, uşaqlar, mürəkkəb isim olan yoxdur. Yəni ki, özlərindən eləyiblər, çaşıblar. 5-ci tapşırıqda düz variant yoxdur, uşaqlar, mürəkkəb ismi olan variant yoxdur. Bəlkə bunu güya mürəkkəb sözlər kimi götürə bilərlər, mürəkkəb sözlərdir bunlar, amma mürəkkəb isim deyirlər. Of all the places we visited, bütün getdiyimiz yerlərdə Paris yerlərdən Paris was the most beautiful, ən qəşəngi Parisidir. Were playing in the yard, only of them were in the classroom. Aha. Deyir ki, sayılan isimlərdir, ona görə də deyir, çox uşaq, maç olmaz uşaqlar. Çünki children'dan sayılan. Several children were playing. A little olmaz. Many much olmaz. Çünki ikinci tərəfdə sayılan isimdən olmalıydı. E də olmaz. Həmin məsələ, yəni little uşaqları əvəz eləyə bilməz. Many. Deyir, çox uşaq həyətdə oynayırdı. Yalnız bir neçəsi sinifdə idi. Our soldiers sacrificed their lives. Video dayanıbmış. 8-i bilmirəm. Düşdü videoya, düşmədi. Uşaqlar, burada for olur. For. Sonra, aha. Make up a sentence. Cümlə düzəldin deyir. Deməli, pollution, air pollution leads to serious health problems. Deməli, air pollution leads to 2-6 serious 7 health problems. B. Uyğunlaşdıraq. Break out. Qəfildən başlamaq. Defend, müdafiə etmək. Qələbə. Sheila lives, relative pronouns. Nisbə vəzirlər. Sheila lives in a house. Aha. Nisbə vəzirlər təyin funksiyasında işlənir, yəqin ki, bilirsiniz uşaqlar və deməli, özündən sonra da bir cümlə gəlir və nisbə vəzirlər, məsələn, burada house sözü
cansız olduğuna görə biz burada which seçəcəyik. Amma burada canlı bir nəfər olsaydı who verəcəkdik. Give the book to Ted. Ted'ə ver. Ted cümlənin tamamlığıdır. Düzdür uşaqlar. Ona görə tamamlıq olanı seçirik. Whom. Underline the correct preposition or conjunction. Although the soldier was injured, he continued to fight against the enemy. Baxmayaraq ki, deyir, əskər yaralanmışdı, o düşmənə qarşı dava etməyə, vuruşmağa davam edirdi. Although-dan sonra çünki nə gəlir? Mübtəda xəbər gəlməlidir. Despite-də isə belə deyil. Though. Bax görürsüz cümlə yoxdur. Zo'dan sonra dedik cümlə gəlməlidir. Düzdür uşaqlar. Also, bunlardan sonra cümlə gəlir. Amma in spite of-dan sonra görürsüz ifadə gəlib. İsim və ya ismi birləşmə və s. In spite of cold weather cümlə yoxdur. Görürsüz. Soyuq havaya baxmayaraq biz at yarışına baxmağa getdik. Bəli. In spite of. Even though telling the truth, nobody believed him. Görürsüz, even though-dan sonra da uşaqlar cümlə gəlməlidir. Bunları məktəb proqramında keçmişsiniz, öyrənməlisiniz qəşəng. Bu, məsələn, bunlar söz önüdür. Özlərindən sonra cümlə gəlmir. Amma even though, although, though, bunlar isə deməli, bağlayıcıdır və özlərindən sonra cümlə gəlməlidir. İndi burada mən belə altına xər çəkmişim. Götürməyin bunu. Nə oldu? Çıx buradan. Go away. Even though deyil uşaqlar burada. Yaxşı. Burada in spite of-dur. Çünki cümlə yoxdur. In spite of telling the truth. Həqiqəti deməyinə baxmayaraq. Heç kəs ona inanmadı. Amma burada görürsünüz mübtəda xəbər var. Deməli cümlə var. Ona görə though. Despite-də isə cümlə gəlmir. Ayşə failed in the exam. Yenə cümlə var, görürsünüz. She studied hard, though. Because therefore so that in order to. Because səbəb budaq cümləsi, therefore nəticə budaq cümləsi, so that məqsəd budaq cümləsi, in order to məqsəd. I stayed at home. Evdə qaldım. It was raining. Çünki səbəb. Because. He wakes up early in the morning. Nəyə görə yuxudan durur? Çata bilsin deyə. Vaxtında. Məqsəd var. Yuxudan tez durmağının məqsədi var. Yəni məqsəd budaq cümləsi. Burada niyə in order to olmur uşaqlar? In order to-dan sonra ancaq fe'l gəlməlidir, bax. Yaxşı. I studied traffic rules. Görürsünüz, burada fe'l var. Deməli, in order to olacaq. Fe'l gəlib. In order to pass the driving test. He didn't study. O oxumadı. Ona görə də nəticə. Therefore, he failed the exam. Düzgün zaman zərfi. Həsən is in his room. Otağındadır. He has been doing duties this morning. İnşallah sizlə olan cümlələrdə birinci tərəfi ya indiki bitmiş ya da indiki bitmiş davam edici götürəcəyik. Burada da bitmiş davam edici verdilər. When his friends have come. He had left. Keçmiş zaman, keçmiş yəni bitmiş zaman. Bu tərəfdə heç bir zaman indiki bitmiş ola bilməz. Keçmiş sadə zaman olacaq. Burada isə 3 times. Deyir, mən 3 dəfə Parisə səyahət eləmişəm. Öz təcrübəsindən danışır, həyat təcrübəsindən. Mütləq nə olur? Bitmiş zaman, indiki bitmiş. Yesterday evening, dünən axşam, deməli nə olacaq? Keçmiş zaman. Watched.
Keçmiş sadə. Indian food is well known for being spicy. Hind qidası, yeməkləri deməli, ədviyyatlı olduqlarına görə məşhurdur. It always uses spices, sometimes just one spice to cook a potato dish and sometimes up to 15 spices to compose an elaborate dish. Wow. Orada həmişə ədviyyatlardan istifadə olunur. Bəzən yemək bişirmək üçün cəmi bir ədviyyat, bəzən isə mürəkkəb yemək hazırlamaq üçün 15-ə qədər ədviyyat istifadə olunur. But it is not always hot. Amma bu yeməklər həmişə acı olmur. Chili peppers were introduced into Asia by the Portuguese in the 16th century. Acı biberlər 16-cı əsrdə Portuqaliyalılar tərəfindən Asiyaya gətirilib. Until that time, the typical Indian spices were mustard seeds and black peppercorns. Bu vaxta qədər Hindistanda əsasən xardal toxumları və qara istiotdan istifadə olunurdu. Sometimes the spices are used whole, at other times they are ground and mixed with water or vinegar to make a paste. Deməli, bəzən ədviyyatlar bütöv şəkildə istifadə edilir, bəzən isə üyüdülərək su və ya sirkə ilə qarışdırılıb macun halına salınır. Each of these techniques draws out a completely different flavor from the spice. Bu üsulların hər biri ədviyyatdan tamamilə fərqli dad yaradır. Deməli, üyüdəndə başqa dad verir, macun halında başqa dad verir. But India also gains variety from the huge number of regional cuisines which have been adapted to local culinary traditions. Deməli belə işlər. Hindistan həmçinin yerli mətbəx ənənələrinə uyğunlaşdırılmış çoxlu regional mətbəxləri ilə zəngindir. Religious groups within each region of India have modified these regional cuisines to suit their own restrictions. Görürsünüz. Hindistanın hər bölgəsində dini qruplar öz qaydalarına uyğun olaraq regional mətbəxi dəyişdirib. Maraqlıdır ki, bu cür restrictionları, məhdudiyyətləri olmuş şeylər görürsünüz hər mövzuda özdə. Özdə qatı şəkildə özlərini buna əməl edirlər. Bu cür hal gəlir, məsələn, ABŞ-da CEO-ların çoxu hindlilərdir. Necə belə savadlı ola bilirlər? There was also the influence of the Mughals who came to India by way of Persia and introduced the delicate palaos and meats cooked with yogurt and fried onions. Bundan başqa Fars yolu ilə Hindistana gələn Moğolların da təsiri olmuş və onlar qatıq və qızardılmış soğanla bişirilən zərif pulavoları və ət yeməklərini tanıdıblar. Neysə. Choose the best title to the passage. Düzgün başlıq. Adətən mətnin birinci, ikinci cümləsi ilə mətnin başlığı olur. Indian food is well known. Mövzu ilə Indian mealsdir. Hind yeməkləri. Which option is wrong according to the passage? Mətnə görə səhv olan variant. Indian meals are usually spicy. Bəli, doğrudur. Adətən acı olur. Indian spices were mustard seeds and black peppercorns in the past. Bu da doğrudur. Bunlar düzgün, yəni cümlələrdir. Səhv deyil. Bizə isə səhv cümlə lazımdır. The Brazilians brought chili peppers into Asia. Asiyaya Braziliyalılar gətirib çili. Xeyr, bunu Portuqaliyalılar gətirmişdi. Complete the sentence according to the passage. Mughals introduced... orada deyir ki,
The delicate. Qəribə bir yemək adı, bizdə olmayan. And meats. Cooked with. Tamamını burada yazıram uşaqlar. Cooked with yogurt and fried onions. Choose a synonym to the word various. Various sözünə synonym differentdir də. Bu da mətndə olar yəqin. Choose a correct word according to the definition. Extremely large, enormous. Çox böyük. Huge. Böyük. So, kanala abunə olun uşaqlar, videonu bəyənin, dostlarınızla paylaşın. Həm də abunə olun ona görə ki, növbəti videolardan da xəbərdar olasınız. Sağ olun.